Salam, kimya fənni üzrə 5-ci dərsə başlayırıq. Bu dərsin adı qeyri-metallar allotropiya adlanır. Vaxt itirmədən keçək dərsimizə. Əvvəlcə qeyri-metallar haqqında ümumi məlumat verək. Qeyri-metallar dövrü cədvəlin əsasən yuxarı sağ küncündəki, yəni bir drop qoysaq, yuxarı sağ küncündə hissədə yerləşir. Və bu hissələr qeyri-metallardır. Qeyri-metallar əsasən sayları azdır. Yəni, məsələn, 118 elementdən 90-dan çoxu əsasən metallardır. Daha az hissəsi isə qeyri-metallardır və hamısı əsas yarım qrup elementləridir. Yəni, S və P elementlərindən ibarətdir. Qeyri-metallar haqqında bu məlumatdan sonra ümumi nə deyə bilərik? Ümumiyyətlə, qeyri-metal elə metalın əksi olan xüsusiyyətlərə sahibdir. Yəni, metallarda hansı xassələr varsa, adətən qeyri-metallarda da onun tam tərsi olan, tam əksi olan xassələr var. Misal üçün, biz demişdik ki, metalların adətən aqreqat halı bərk olur, ərimə temperaturu yüksək olur. Amma qeyri-metallarda isə hər üç aqreqat halı təsadüf olunur. Yəni, həm qaz halda olur, həm maye halda, həm də bərk halda olur. Bərk halda olanları da kövrək olur və adətən ərimə, qaynama temperaturları da aşağı olur. Daha sonra qeyri-metallarda metal parıltısı demək olar ki, olmur, bir-iki istisna olmaqla. Qeyri-metalların sıxlığı az, bərkliyi az olur, yəni kövrək olur, ağırlığı da az olur, yəni sıxlığına müqayisə edərək deyirik. Daha sonra qeyri-metallarda adətən elektrik keçiriciliyi olmur. Yenə bütün istisna hallar var, onlar azdır. Ümumilikdə metaldan fərqli olaraq elektrik keçirtmir, istilik keçiriciliyi zəif olur və qeyri-metalların plastiklik xüsusiyyəti yoxdur. Əksinə, ona zərbə vurduqda çəkicilə və yaxud da ki, onu əzməyə çalışdıqda o ovxalanıb dağılır və yaxud da əydikdə sınır. Qeyri-metalların metalların əksinə olan bu xüsusiyyətlərini qeyd elədik. İndi isə qeyri-metalların bəzi əlavə xüsusiyyətlərindən danışaq. Fiziki xassələrindən, məsələn, rəngin qeyd eləyək. Qeyri-metallar müxtəlif rənglərdə olur. Məsələn, qaz halında olan oksigendir, hidrogendir, azotdur və digər qazlar rəngi olmur, şəffaf rəngdədir. Belə deyək, yəni rəngsizdir. Xlor yaşıntı sarı rənglidir. Yaşıntı sarı rəngli olan qazdır. Brom, yəni bunlar halogenlər adlanır. Brom, yod. Xlor, brom, yod. Deməli, xlor yaşıntı sarı rəngli, sarımtıl yaşıl rəngli qazdır. Brom qonur qəhvəyi rəngli maye halındadır. Yod isə tünd bənövşəyi rəngli, təqribən elə qara rəngə oxşuyur. Tünd bənövşəyi rəngli bərk halda olan maddələrdir. Qeyri-metallar haqqında danışanda ən çox allotropiya haqqında danışmaq lazımdır. Allotropiya nədir? Allotropiya eyni bir elementin müxtəlif bəsit maddələr əmələ gətirməsidir və ya müasir təriflə desək, eyni bir element müxtəlif formalarda mövcud olmasına allotropiya, əmələ gələn həmin o formalarda allotropik şəkil dəyişmələr deyilir. Misal üçün, oksigen bir elementdir. Onun iki allotropik şəkil dəyişməsi var. Oksigen 2 atomu birləşəndə O2, yəni oksigen qazı, 3 oksigen atomu birləşəndə O3, yəni ozon qazı əmələ gəlir. Deməli, 2 allotropik şəkil dəyişməsi var və buna allotropiya hadisəsi deyilir. Oksigen bildiyimiz tənəffüs zamanı istifadə etdiyimiz qazdır. Ozon isə kəskin iyili, açıq mavi rəngli qazdır və yer səthindən xeyli yüksəkdə ozonosfer təbəqəsində əmələ gəlir. Allotropiya təkcə oksigenlə məhdudlaşmır, bir neçə elementdə allotropik şəkil dəyişmələr mövcuddur. Bunlardan biri də karbon elementidir. Karbon elementinin 4 allotropik şəkil dəyişməsi var. Qrafit, karandaşın içində olan maddədir, yumşaq maddədir və vərəqə sürtdükdə izi qalır. Sonra almaz. Almaz bildiyimiz kimi onun cilalanmış versiyası brilyant adlanır, şəffaf və parlaq maddədir. Ondan da istifadə olunur qızıl zinət əşyalarında. Daha sonra karbin və füllerin. Karbin və füllerin isə haqqında 7-ci sinif səviyyəsində ətraflı məlumat verilməyib. Yer gəlmişkən C60 formulalıdır. Deməli, bizə əsas lazımdır burada qrafit və almaz. Bəs bunlar nə ilə fərqlənir? Biz əvvəlki oksigen misalında gördük ki, oksigen atomlarının sayı ilə, yəni əgər 2 dənə oksigen atomu birləşirsə olur oksigen qazı, 3 dənə oksigen atomu birləşirsə olur ozon qazı. Bəs yaxşı, karbonda necə fərqlənir?
Karbonda isə formasına, yəni belə deyək də, əmələ gətirdiyi kristal qəfəsə görə fərqlənir ki, biz bunu ətraflı şəkildə gələcək dərslərimizdə öyrənəcəyik. Misal üçün, almazda fərqli formada birləşir, atomlar qrafitdə fərqli formada, karbində fərqli formada və atomların birləşmə xüsusiyyətinə asılı olaraq fərqli bərklikdə və xüsusiyyətlərdə olur. Misal üçün, qrafit elektrik keçirə bilir, almaz isə keçirmir. Qrafitin zəif metal parıltısı və boz rəngi var, almaz isə şəffafdır və s. Daha sonra allotropiya hadisəsi həmçinin kükürddə də müşahidə olunur. Kükürdün iki allotropik şəkil dəyişməsi var. Kristallik kükürd molekulyar quruluşdadır və onun formulası S8-dir. Sarı rəngli maddədir. Bir də plastik kükürd, ona amorf kükürd də deyilir. Kristallik kükürd daha davamlıdır və onu qaynatdıqda, yəni əridib qaynatdıqda tədricən plastik kükürdə çevrilir. Onu da həmin o qonur rəngli plastik kükürdü biz soyuq suyun içərisinə atsaq, bu zaman rezin kimi dartıla bilən xüsusi bir kütlə əmələ gəlir. Plastik kükürdü də saxladıqca davamsız maddədir. Tədricən yenə rəngin dəyişir, yəni qonur rəngdən sarı rəngə çevrilir və kristallik kükürdə çevrilmiş olur. Daha sonra fosforun da allotropik şəkil dəyişməsi var. Fosforun 3 allotropik şəkil dəyişməsi var. Ağ fosfor molekulyar quruluşludur, formulası P4-dür. Sarımsaq iyilidir, zəhərli maddədir, işıq saçır və kimyəvi cəhətdən çox aktivdir. Bəzən hətta adi temperatur, yəni adi havada alışıb yana bilir və işıq saçma xüsusiyyətindən də onun istifadə olunur. Qırmızı fosfor, bir də qara fosfor. Qırmızı və qara fosfor isə qeyri-molekulyar quruluşludur. Kristal qəfəsi atom kristal qəfəsidir. Ərimə temperaturu, qaynama temperaturu ağ fosfora nisbətən yüksəkdir. Qırmızı fosfordan kibritlərdə istifadə olunur. Qara fosfor müəyyən mənada yarımkeçirici xüsusiyyətləri də var və bunlar ağ fosfordan fərqli olaraq atomar quruluşdadır. Yəni atom kristal qəfəsindədir və molekulları yoxdur. Və ağ fosfordan fərqli olaraq zəhərli də deyirlər, sarımsaq iyi də gəlmir. Digər belə deyək də, allotropik şəkil dəyişmələrə sahib digər elementlər də əvvəlki ədəbiyyatlarda, məsələn, silisiumda qeyd olunurdu. İndi onlar çıxarılıb. Ümumilikdə götürsək, əksər elementlər isə, əksər qeyri-metallarda isə allotropiya hadisəsi müşahidə olunur. Məsələn, cavab variantları arasında isə, tutaq ki, məsələn, belə bir sual olsa, bunlardan hansıların allotropik şəkil dəyişməsi var? Burada təkcə oksigenin var. Amma hidrogenlə azotda isə allotropik şəkil dəyişmə yoxdur. Daha sonra digər qeyri-metallar haqqında isə hər bir mövzunu ayrılıqda keçəcək gələcəkdə və hər bir haqqında ətraflı məlumat veriləcək. İndi isə son olaraq qeyri-metallar haqqında bəzi maraqlı məlumatlar verək, hansı ki, yeni dərsliyin elm-texnologiya həyat hissəsində bu barədə verilib. Oksigen qazı harada tətbiq olunur? Oksigen balonlarında. Onu nəfəs çatışmazlığı olan insanlarda istifadə edirlər tibdə. Daha sonra dalğıcılar, yəni suyun altına dalğıcılar, bir də yüksəkliyə dırmanan alpinistlər istifadə edirlər. Hidrogen qazı yanıcı maddədir. Bunun xüsusiyyəti odur ki, hidrogen qazı yananda, yəni oksigenlə birləşəndə su alınır. Yəni adi su buxarı. Ona görə ekoloji cəhətdən təmizdir. Ola bilsin ki, gələcəyin avtomobillərində hidrogen qazından yanacaq kimi istifadə olunsun. Ozon qazına gəldikdə isə, ozon qazı əvvəllər suyun şirinləşdirilməsində, daha doğrusu sudakı mikrobların, bakteriyaların məhv edilməsində xlordan istifadə olunurdu. Xlor da həm orqanizmə zərərlidir, həm də ki, müəyyən bir qoxusu var. İndi isə ozondan istifadə olunur. Ozon daha bahalı materialdır, belə desə, amma onun xüsusiyyəti odur ki, həm qoxu gəlmir, həm də ki, orqanizmə zərər vurmur. Ozon vasitəsilə də bakteriyaları təmizləmək mümkündür şəhər sularında. Daha sonra karbon haqqında aktivləşdirilmiş kömür, və bu şəkildə yaza bilərik, karbon aktivləşmiş. Bunun preparatları var, tabletkalar belə desək, qara rəngli. Bunun xüsusiyyəti odur ki, onun daxilində məsamələr var və zəhərlənmə zamanı müəyyən həzm problemləridir. Onu istifadə edərkən zəhəri uda bilir, yəni hopdura bilir və nəticədə zəhərlənmənin qarşısını alır. Daha sonra karbonun digər birləşmələrindən his-duda. Duda da deyilir, his də deyilir. Yəni sobanın içərisində gördüyümüz adi his. Ondan isə istifadə olunur çap işlərində, yəni müəyyən boyaların əldə olunmasında istifadə olunur. Bu qədər.
Dərsimiz bundan ibarətdir. Növbəti dərslərdə görüşənədək. Sağ olun.